Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Çevrəyə aid belə bir suala baxalım. Deyir ki, sahəsi 196 pi olan dairənin diametrini tapın deyir uşaq. Biz bilirik ki, dairənin sahə düsturunu biz bilirik ki, S bərabərdir pi L kvadratıdır. Buradan istifadə edərək biz artıq sahənin yerinə 196 pi yazmalıyıq. Yəni 196 pi bərabərdir pi L kvadratına. Buradan piləri ixtisar edə bilərik. Buradan R kvadratı bərabər 196 olacaq. Bu nə deməkdir uşaqlar? Yəni R vuranda nə olmalıdır? 196. Biraz məntiqli düşünməmiz lazım ki, burada hansı iki eynələri bir-birinə vursa 196 eləyir. Buradan R bərabərdir 14 eləyir. R'i 14 tapandan sonra bizə nəyi soracaq? Diametri. Diametri də bilirik ki, biz 2 R'ə bərabərdir. 2 vurulsun 14 bərabərdir, cavabımız 28 Y variantı.